Azərbaycan Kinematografçılar İttifaqının İsveç səfirliyi ilə əməkdaşlığı çərçivəsində İsveç kinosu günlərinə start verildi. 7, 14, 21, 28 oktyabr tarixlərini əhatə edəcək nümayişlərdə tamaşaçılar müasir İsveç kinosunun 4 nümunəsi ilə tanış olmaq imkanı əldə edirlər. Beləliklə, oktyabrın 7-sində Cinemastercard Azərbaycan kinoteatrında 2024-cü ildə istehsal edilmiş İsveç Torpedosu bədii filminin təqdimat mərasimi baş tutdu. Mərasimi Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin katibi Alek Səfərəliyev açıq elan etdi. Axşamınız xeyir. Biz çox şadıq ki, bizim nümayişlər yenə də uzun tətillərdən sonra yenə də başlayıb və biz İsveç filmlərinin proqramını bugün açırıq. İlk növbədə İsveç səfirliyinə və cənab səfirə öz minnətdarımızı bildiririk ki, gözəl, möhtəşəm filmləri yenidən biz burada baxa biləcəyik. Çox maraqlı filmlərdir və biz ümidvarıq ki, tamaşaçılar həmişəki kimi bizim zala gələcəklər və bu filmlərdə, bu nümayişlərdə aktiv iştirak edəcəklər. Daha sonra İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzon çıxış etdi. Good evening and welcome to the third edition of the Swedish Film Days in Baku. It's a true pleasure for us to continue a tradition that started in 2022 with a retrospective of 4 Ingmar Bergman films. And that we are now continuing we continued in 23 and now the third edition in 25. So that retrospective of Ingmar Bergman marked the beginning of a cultural journey that has been growing stronger each year. So in 2023 we hosted the second edition of the Swedish Film Days, bringing contemporary Swedish cinema to an Azerbaijani audience. And now, in 2025, we are thrilled to present the next chapter in this collaboration, a new selection of Swedish films that reflect the creativity, diversity and depth of Swedish storytelling. Kino günlərinin rəsmi açılış hissəsindən sonra rejissor Frida Kempfin İsveç Torpedosu tam metrajlı bədii filmi tamaşaçılara təqdim olundu. İsveç Torpedosu 1939-cu ilin yayında İkinci Dünya Müharibəsi ərəfəsində 30 yaşlı tənha ana Sally Bauer'in oğlunu qorumaq üçün La Manche boğazını üzərək keçməsindən bəhs olunur. Bauer dənizi hər şeydən çox sevən tək anadır. Onun məqsədi La Manche boğazını üzən ilk Skandinaviya qadını olmaqdır. Analıq öhdəlikləri və ictimai qərəzlə qarşı-qarşıya qalaraq o ənənəvi müdrikliyə meydan oxuyur və həyatının ən çətin üzgüçülüyünə başlayır. Qeyd edək ki, filmin əksər çəkilişləri Estoniyada, xüsusilə Tallinn'də aparılıb. Filmin premyerası Toronto Beynəlxalq Film Festivalında baş tutub. Filmin nümayişindən sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu və tamaşaçıların iştirakı ilə müzakirə keçirildi. Nə üçün rejissor onun oğlunu burada belə bir xətt salıb? Onun məqsədi var. Çünki o müsahibələrində deyir ki, mənim əsas məqsədim ana-oğul münasibətini, ailə dramını gətirməkdir. Yəni adi bir idman dramı, bir bioqrafik film etmək məqsədim olmayıb. Ona görə də belə bir burada deməli xətt salıb. Bir də düşünürəm ki, bu film bizim bioqrafik filmlər çəkən rejissorlarımız üçün bir referans ola bilər ki, bioqrafik film bu demək deyir ki, hər şey olduğu kimi qəhrəman bütün etaplarını həyata deməli ekrana köçürməlisən və sən əgər bir xətt uydurursansa belə, o mütləq şəkildə dramaturgiyaya xidmət etməlidir və sənin hansısa mesajı, hansısa fikri çatdırmalıdır. Yəni bu mütləq şəkildə kinoda belədir. Özümü suda balıq kimi hiss elədim filmə baxanda. Elə bir ki 3D filmidir. Çox canlı. Yəni hər bir detal məqsədə xidmət edir. Hər bir detal nəsə danışır. Yəni əlavə bir şey yoxdur bu filmdə. Olduqca təsirli, çox möhtəşəm bir ifası var idi aktrisanın. Yəni mənim ağlıma başqa heç nə gəlmir. Sadəcə olaraq demək istəyirəm ki, bəlkə gələcəkdə belə bir imkanlar ola bilər ki, biz elə real qəhrəmanlarla görüşək həm də burada. Anası ilə danışdığı anda
anası birdən suyu açır. Yəni bu qəhrəmanın ailəsi ilə arasına dəniz girir. Yəni orada artıq rejissor və ssenarist belə deyək, hekayənin əslini qoyur ki, mən üzmək istəyirəm, ailəm mənə qarşıdır və ailəmdəki məni dinləmək istəmir. Bir dənə detaldan qəhrəmanın hər iki bir güllənə bilədiyimdə iki dovşan vurub. Qeyd edək ki, İsveç kinosu günləri çərçivəsində növbəti nümayişlər 14, 21, 28 oktyabr tarixlərində baş tutacaq. Filmlər Azərbaycan alt yazıları ilə orijinal dildə təqdim olunur.